Xoş gördük sizi. Hörmətli televiziya tamaşaçıları, Bakı vaxtı ilə saat 15:05 dəqiqədir. Dünya televiziyasına baxırsınız, efirdə üz-üzədir. Sizinlə üz-üzə olmaq üçün üz-üzədəyik. Üz-üzə olmaqdan çəkinməyin, üz-üzə oturub danışmaqdan da çəkinməyin. Üz-üzə olarkən biri-birinizə deyiləcək sözləri deyin. Deyin ki, sonra demədiyiniz sözə görə peşman olmayasınız. Bugün də sizinlə üz-üzə olacaq. Mən tək yox, həm ekspertlər, həm də dünənki gündən Dünya televiziyasına müraciət edən gözəl bir xanım, Nahidə xanım. Bax, o xanımla da siz üz-üzə olacaqsınız. Öncə istərdim qaynar xəttimizi söyləyim. 055 294 45 41. Təkrar edirəm 055 294 45 41. Digər nömrəmiz 018 65 8 11 00. Təkrar edirəm 018 65 8 11 00. Bu bizim qaynar xəttimizdir. Qaynar xəttimizlə əlaqə saxlayın. Artıq bizə zənglər gəlir. Allah Allah, bu barədə sonra danışarıq. Demək belə, qaynar xəttimiz budur. Proqram boyu qaynar xətt sizə təqdim olunacaq. Yəni, hal-hazırda da siz efirdə görürsünüz. Bizimlə əlaqə saxlayın. Bundan əlavə, yəni tək Nahidə xanımla yox, ümumiyyətlə əgər probleminiz varsa, çətinliyə düşmüsünüzsə, çıxış yolunu axtarırsınızsa, onda Dünya televiziyası sizə dəstək olacaq. Vəkillərimiz var, tanınmış televiziya ekspertləri var, ailə məsələləri üzrə ekspertlər var. Bilirsiniz, hər zaman biz böyüklərdən də eşitmişik ki, bir baş azdır, İki baş ondan daha ağıllı bir fikir söyləyər. Burada Dünya televiziyasının efirində olan üz-üzə proqramında biz ekspertləri dəvət edirik, ağıllı insanları, dünya görüşlü insanları, savadlı insanları və o insanlarla sizin probleminizi müzakirə edirik. Müzakirə etdikcə də biz cığır tapırıq, yol tapırıq. O yolla da gedib sonda bir möhür qoyuruq. Yəni o peçat qoyuruq ki, iş şükürlər olsun öz həllini tapır. Düşünürəm ki, Nahidə xanımın da məsələsi, problemi öz həllini tapacaq. Amma Nahidə xanımın, əvvəlcədən deyim ki, Nahidə xanım, düşünməyin ki, siz bir gün, 2 gün, 5 gün, 10 gün gələcəksiniz və 10 gün içində problem həll olunacaq. Yox, sizin məsələniz artıq belə düşünürəm, ya qarşı tərəfdən addım atılacaq, məhkəməsiz, şikayətsiz addım atılacaq və biz bu məsələni sülh yolu ilə həll edəcəyik. Necə ki, biz o biri proqramlarımızda da, bax, belə qarma-qarışıq problemlər olanda, çətinliklər olanda, biz hər zaman qarşı tərəfə də üst tuturuq və deyirik, gəlin. Gəlin, biz sizinlə görüşmək istəyirik və şükürlər olsun Allaha ki, səsimizi eşidirlər və məhkəmə prosesi, məhkəmə səviyyəsindən qalxmır. Elə studiyada bu məsələ öz həllini tapır. Düşünürəm ki, Nahidə xanımın da problemi elə məhz Dünya televiziyasında, birinci studiyada, üz-üzənin studiyasında həll olunacaq. Buna çox inanıram və ümidimiz Allahadır. Qeyd etdiyim kimi, Nahidə xanım dünənki gündən efirimizdədir. Daşdəmirova Nahidə Fəxrəddin qızı ərizə ilə xanım, kameraya baxın, aha, ekranlarınızda da görürsünüz, əlaqə nömrəni də görürsünüz, əlaqə nömrə ilə bizə, yəni o nömrəyə zəng edin, efirə də qoşula bilərsiniz, 018 65 8 11 00. Ekranlarınızda gördüyünüz xanım isə Daşdəmirova Nahidə Fəxrəddin qızıdır. Məhz bu xanımın problemi bugünkü efirdə müzakirə olunacaq. Artıq dünəndən o bizim efirdədir və qeyd edim ki, dünəndən məhz bu xanımın problemi ilə bağlı bir çox insanlar zəng edib və xanımın doğru söylediği, o söylediği fikirləri təsdiqləyirlər. Hətta efirə zəng eləmişdilər
Həmin insanlar da söylədilər ki, biz həmin kətdənik, bəli, həqiqətən də o qız bizim kətdəndir, o xanım bizim kətdəndir. Yəni, sizin də zəylərinizi gözləyirik ki, inanırıq ki, siz də bizim səsimizə səs verəcəksiniz. Biz Naidə xanımı bugün də dinləyəcəyik, amma bir tərəfi dinləmək düzgün olmazdı. Biz qarşı tərəfi də dinləmək istərdik. Əgər qarşı tərəf susursa, burada suallar yaranır. Niyə susur? Niyə susur? Bax, bu sualın da cavabını axtaracağıq. Amma öncə ekspertlərimiz. Aydınxan Əbilov. Xoş gördük Aydınxan. Salam, necəsiniz? Gəl sizlə görüşüm belə. Çoxdan da görüşmürdük sizlə. Aydınxan Əbilov. Neçə əsrdir görüşürük? Təşkilat rəhbəridir. Aydınxan Əbilov ziyalı bir insandır. Aydınxan Əbilov maraqlı bir insandır. Maraqlı baxışları var, fikirləri var. Aydınxan Əbilov teleekspertdir. Çox danışmaq olar bu insan haqqında. Mənim üçün hər zaman Aydınxan savadlı bir insan kimi, maraqlı bir insan kimi mənim üçün maraqlı olub. Ona görə də sizinlə efiri bölüşmək mənim üçün çox xoşdur. Xoş gəldiniz. Təşəkkür edirəm. Uzun fasilədən sonra heç fikirləşməmişdim sizinlə yenə üz-üzə gələcəyik. Niyə ki? Bayaq bir söz işlətdiniz. Biz tamaşaçılarla üz-üzəyik. Yazılı tamaşaçıların nə günahı var? Üz-üzə həmişə davaya gedənlər, mübahisə edənlər və bir də bir söz işlətdiniz. Dediniz ki, Allaha müraciət edirik. Yazıq Allah neyləsin, indi öz aramızda. Biz problemləri bilirsiniz, həmişə deyirəm, insanlar ay Allah, yaradır. özün köməyi ol. Bax, mən özüm də deyirəm, ay Allah, özün köməyi ol ki, bu problemi də həll eləyək, sülh yolu ilə, sakitçiliklə, hər şey öz həllini tapsın. Əlbəttə, amin olsun, amma bir söz deyim. Allah'a çox yüklüyürük, həddindən artıq çox yüklüyürük. Problemləri insanlar yaradır. Bax, indi bu xanımın, dünən mən verilişin bəzi hissələrinə baxdım, bu xanımın yaxın qohumları ona problem yaradıblar da. Ən birincisi isə xanımın özü problem yaradıb. Vaxtilə fiksasiya eləməyib, sənədləşdirməyib. Vaxtilə, məsələn, siz deyirsiniz ki, övladlığa verilib və yaxud övladlığa götürülüb. Onu sənədləşdirmək lazım idi ki, indi xanım, bilirsiniz, xanım o vaxtı uşaq olub, 40-ı çıxmış uşaq olub. İllərdə, yəni o fikirdə, o düşüncədə təbii ki, bu valideyn düşünməlidir. Mən üzr istəyirəm, qoy digər qonaqlarımızı da təqdim edeyim. Qonaq deməzdim elə, hər biriniz bizim üçün əzizsiz. Əfsanə xanım Nəbiyeva ictimai xadimdir. Əfsanə xanım eyni zamanda Aktual xəbər saytının rəhbəridir. Xoş gördük sizi. Və Ceyhun Süleymanov, ailə məsələləri üzrə ekspert. Sizi də efirlərdə görürük, digər efirlərdə artıq bizə də gəldiniz. Çox sağ olun. Dəvətiniz üçün mən də öz xüsusi təşəkkürümü bildirirəm sizə. Sağ olun, var olun. Təşəkkürlər. İndi söhbətimizə başlayırıq. Beləliklə, əziz izləyicilərimiz, Dünya Televiziyasının daimi tamaşaçıları Nahidə xanımın problemi kimi narahat edibsə, narahat etməyibsə, kimin üçün maraqlı gəlibsə, gəlməyibsə, fərqi yoxdur. Kim bizə baxırsa, çox sağ olun. Və eyni zamanda söyləyirəm, biz başladıq. Dünənki gündən bugünə sizə zəng oldu mu? Xeyr. Heç kim zəng eləmədi? Xeyr. Elşad Məmmədov necə? Zəng etdinmi? Xeyr. Maraqlandı mı? Xeyr. Ola bilərmi ki, Elşad sizin nömrənizi bilmir və yaxud Nizami sizin nömrənizi bilmir? Mən ömür boyu bir dənə nömrə işlətmişəm və həmən nömrədə mənim telefonumdadır. O nömrəni qohumlar hamı da bilir, düzdür? Bəli, hamı da bilir. Niyə qohumlar deməzdim, sizin kənddən olan bəzi insanlar efirə zəng elədi, sizə zəng eləmədi? Maraqlıdır. Deməli, haqqı bilirlər, haqqın tərəfindədirlər. Niyə mənə zəng eləsən? Çünki mən o kətdə doğulmuşam, o kətdə böyümüşəm, o millətin gözünün qabağında olmuşam. Dediklərimin də hamısını təsdiqləyirlər ki, yəni o xanım yalan demir. Əgər dünənki efirimizə kim baxmayıbsa, kim izləməyibsə, mövzu budur ki, xanımın problemi bundan ibarətdir ki, xanım öz BBC tərəfindən, rəhmətli BBC tərəfindən övladlığa götürülür. Anadan olandan sonra, yəni 40-ı çıxmış bir körpəni bibi özünə övladlığa götürür, amma sənədləşdirmir bunu. Bax, efirdən bizi yaşca böyük insanlar izləyir. Bəzən hər zaman deyirəm ki, vəkillərlə dostluq eləmək lazımdır. Təbii, düzdür, bu son günlərdə vəkillərlə də bağlı şikayət gəlib. İndi bu barədə də danışacağıq biz. Biz normal vəkillərdən danışırıq da, belə deyək.
Misal üçün, xanım vəkil adı ilə aldadıb Elşad Məmmədov, amma dərinlikdə xanımın iddiasına görə o heç vəkil deyil. Yəni, xanımın söylədiyinə görə deyirik. Biz də həmin adama efirdən müraciət edirik ki, bizimlə əlaqə saxlasın. Demək, xanımın problemi nədir? Xanım anadan olandan sonra BBC tərəfindən övladlığa götürülür. 8-ci sinifə qədər xanım yaşayır Göygölün Topal Həsənli kəndində. Göygöl rayonu Topal Həsənli kəndi. Orada yaşayır. Sonra isə onun doğma, bioloji atası və anası, yəni təhsil almaq üçün gəlir Sumqayıta. Doğma atam anam. Necə? Doğma atam. Hə, atanız, ananız, söyləyirəm. Gəlir doğma ananın, atanın yanına, burada təhsil alır, sonra 17-18 yaş, 17 yaşında ailə qurur. Tez ailə qurur. Belə deyək ki, hələ erkən nigahdır da bu. Tez ailə qurur, özündən yaşca böyüsü ilə ailə qurur, amma xanımın söylədiyinə görə ailəsi, şükür Allaha, hər şey qaydasındadır, gözəl ailəsi var, yoldaşı, övladları, hər şey yaxşıdır. Bibi, amma baxmayaraq ki, burada ailə qurur, Bibi təbii ki, yuxarı başda olur, çünki onu saxlayıb. Hər zaman, hər yerdə Bibi də, özü də söylür ki, bu bunun anasıdır. Xanıma dünən sual verdi ki, hansı yaşında artıq bildin ki, sənin bibindir. Neçə yaşınız var? 15 yaşında. 15 yaşında digər bir bibi söylür ki, bu sənin doğma anan deyil, sənin doğma ana Sumqayıt şəhərində olan Mərcan. Olardı. Və sənin bu bibindir. Deyir, həmin an biraz küstüm, özümə qapandım, amma sonra bizlə danışdı. Onun öz anası deyək də, analığı da qeyd edir ki, ona deyib ki, yəni sən mənim övladımsan, yəni isti münasibətlər olub. Ana rəhmətə getməmişdən qabaq xanıma vəsiyyətnamə yazır. Ana rəhmətə gedəndən sonra təsəvvür edin, ən dəhşətli məqam var. Bu dünəndən bu o qədər mənə təsir edib. Demək, ana rəhmətə gedib. Qonşu, qohum əqrəbə gəlir. Xanım da, bəli, xanım da Sumqayıtdan gəlir ora. Gəlir, görür ki, evdə davadır. Meyit qalıb ortada. Meyit ortadadır. Evdə əlbəyaxa dava gedir. Hətta dediniz kimisə barmağı sınır. Bəli, bacımın barmağını əmim qızı vurdu, sındırdı ki, səsizi çıxartma. O onu vurdu, bunu vurdu. Anamı, öz doğma anamı. Təsəvvür edin, polisdən belə gəlir ora ki, bu dava nədir? Meyid ortadadır. Siz diqqət edin. Gör, meyidə nə qədər hörmətsizlik var. Meyid ortadadır və bunlar bir-birlərini qırırlar, dalaşırlar. Nəyə görə? Sual ola bilər, nəyə görə? Aydın məsələdir. O deyir, bu ev mənimdir, bu deyir, bu ev mənimdir, bu var dövlət bizimdir, o var dövlət bizimdir. Ay Allah, bəlkə də o meyit danışa bilsəydi, durardı, bəlkə də üzr istəyirəm, tüpürərdi bunlara. Amma mən sizə bir söz deyim, artıq alimlər, tədqiqatçılar bildirirlər ki, insan dünyasını dəyişəndə 3 saat ərzində hər şeyi bilir, ətrafda nə baş verirsə, onları görür, eşidir. Qulaqları işdir. Və yəqin ki, amma bir məsələ var da, Könül xanım. Bu xanım deyir ki, mən filan vaxta qədər həmin qadının yanında olmuşam, mənim anamdır, düzdürmü? Sizin toyunuz olanda çox güman ki, bibi də gəlib düşüb də. Bəli, mənim da uşağımın adını, bəli, hər şey var. Yəni kaset, video kasetdə var. Hər şey var. O deyir ki, qızımı ərə verirəm və s. Bəli, hər şey var. Üstəlik də vəkalatnaməsi var. Hər şey var. Amma burada bir məqam da var. Vəkalatnamə olsa belə, hüquq imkan verir ki, birinci dərəcəli qohumlar yoxdursa, yəni əslində sənin bibindirsə, qardaşı sənin atan sayılır, düzdür? Bəli, atam sayılır. Neçə oğullar olar? 5 qardaş, 5 bacı olublar. Hamısı sağdırlar? Xeyr, hamısı rəhmətə gedib. Allah rəhmət eləsin. Atan da rəhmət eləsin. Bəli. Ata da yoxdur. Bax, birincilər yoxdur. Birinci dərəcəli qohumlar. İkinci dərəcəli qohumlar gəlir. Orada artıq o 5 qardaşın da və bacıların da övladları bu vərəsəliyə iddia qaldıra bilərlər. Bircə şərtdə ki, orada məhkəmə aydınlaşdırmalıdır ki, vəkalatnamə ilə qız kimi götürdüyü bu adama bütün var dövlətini verib ya verməyib. O ev elə atamın olub axı. Hansı ev? Belə həmən bibim yaşadığı ev, mənim mamam ora gəlin gəlib. Bəli, atamın var orada sənəti. Atanın adınadır o ev? Bəli, indi bu dəqiqə hal-hazırda mənim anam orada kətdə propiskadadır. Yəni adı gedir orada. Həla. Yəni sənədiniz var da orada. Bəli, sənət var. Özü də atam, əmimgilin. Bəli, o evin atam, anamgilin, yəni nənəm hamısına bölüşdürüb. Nənəmdən vəsiyyətnamə qalıb bibimə. Ki, mən öləndən sonra mənim bütün var dövlətim qızım ülkərindi. Ona görə almadı qardaşları. Biz bayaq dedik, mən çünki dünən bəzi
məqamlara baxmışdım. Bax, sizin övladlığa götürülməklə bağlı heç bir sənəd yoxdur. Bəli, yoxdur. Əmioğlu da sözsüz ki, bilmirəm, dostlar yəqin ki, xanımı dəstəkləyəcəklər. Çünki mən bayaq danışanda gördüm onu ki, can yandırırlar. Amma mən fiksasiya, yəni fakt da danışıram da, qanunvericiliyi nəyə imkan verirsə ona. Birincisi, onu təklif edirəm ki, bu xanım kimi və bundan sonra başına bu cür hadisə gələn insanlar bir də məni bilməlidir. Dövlət artıq sizin yanınıza gəlib. Məhkəmə artıq sizin smartfonunuza. Elektron məhkəmə varmı? Elektron notarius varmı? Bəli. Elektron polis varmı? Asad varmı? Dost xidməti varmı? Bunlar hamısı sizin yanınıza gəlib. Gəlib vətəndaşın yanına ki, ay vətəndaş, sabah sənin problemin yaranacaq. Övladlığa götürülmüşsən, get onu sənədləşdir. Eləyə bilmirsən, notarius, elektron notariusu tez bazar üzvü çəkəcək və verəcək o sənədi sənə. Həm dövlətin sisteminə düşəcək, həm də sənin əlinin altında olacaq. İstənilən adama da göstərə bilərsən. Bunu vətəndaşlarımız eləmir. Vətəndaşlarımız qanunları bilmirlər. Qanunlarla maraqlanmırlar. Başa düşürəm, ailə məcəlləsi bu boydanadır. Hamı onu oxumur, heç hüquqşünaslar bilmir. Amma lazım olanda hüquqşünas vərəqləyir, o bəndi tapır. Və yaxud internetdə siz axtarışa versəniz, o məcəllələrin hamısı gələcək. Heç birini eləmirlər. Amma indi gəlin unutmayaq ki, bu proseslər illər öncə, 2000... Neçə il bundan qabaq olub bu məsələlər? Necə? Ananız nə vaxt rəhmətə getdi? 2017-dən. 17-dən bura. 3 ildir də. 8 ildir. 3 il yox, 2000 8 Yox, o ildir. məndə yox. İddia qaldırma 3 ildir. Xanım qaldırmayıb 3 il ərzində. Qaldırmışsın? Qaldırmışam, elə 2017-də qaldırmışam iddianı. Məhkəmə sənədləri var mı? Məhkəmə sənədində elə İrşad Məmmədov götürüb aparıb hamısını. O vəkil deyilən. Bu artıq Bəli. iddia bunun tərəfindədir. Bəli. İrşad Məmmədov, yəni ola bilər ki, təmsilçi kimi bu qeydiyyatda götürüb. Siz Sənədlərə onunla baxmaq müqavilə lazım. bağlamışdınız. O ancaq notariusa girib etibarnamə vermişəm onu. Hə, etibarnamə Hə, hüquqi təmsilçidir o. Bəli. O məhkəmədə hüquqi təmsilçi kimi o vaxtı icazə var idi. Müəyyən vaxtdan sonra o dəyişildi, ancaq Sizin nəyiniz idi o? Heç kim, heç nəyim. Yox, o verib. O vaxtı olurdu, amma sonra Heç nəyim. Sumqayıt şəhərində elə mən necə... Sadəcə hüquqi boşluğu görüb bu məsələdə, söhbət qanunların boşluğundan getmir. Bu xanım öz hüquqlarını bilməyib və arada da o sənəd yoxdur ki, bunu qız olaraq övladlığa götürüblər və vəkalətnamə ilə də bağlı müəyyən boşluqlar olub. Elşad bəy də bunu bilib, sizin iddianıza görə. Bəli, bilib. Yəqin ki, bilib. Kimlərləsə orada təmasda olub və sizin Olub. artıq əmioğlu deyəsən. Elə Nizami ilə mamam onu bir yerdə görübdü, məhkəmədən çıxanda. Mənə zəng elədi ki, qızım oradan çıxdı, sən yoxsan o yanında, necə o tək gəlib bura. Dedim ki, ola bilməz. Gəncədə. Bəli, Nizami Göygöl kimdir? rayonunda Nizami mənim əmin əmim hansı oğlum. ki, hər şeyi özünə götürüb. Yazdım ki, Burada artıq indi bayaqdan danışır. Burada artıq mütəşəkkil dəstədən söhbət gedə bilər. Yəni Gedə əslində, bilər. Bəli, gedə bilər. İddia oluna bilər. Çünki deyir ki, Saxta əmim oğlu sənəddə. heç kimə vərəsəlik verilmədən, çatmadan var dövlətdən part-apart başlayıb ki, evləri satmağa. Bəli, satıb ücü. Satıb artıq. Artıq satıbsa onu geri qaytarmaq olar da. Yəni Çox güman o məsələ qaldı. vəkili razı yola salıb, razılaşıblar. Ona uyğun da Ola bilər. vəkil də sizin tərəfinizi təbii ki, saxlamayıb. Və notarius nə deyir? Ona görə Siz də sənədli bu hal- notarius- Notarius Baş verir. keçirəm. Mən elə öləndən 2 gün sonra mən getdim notariusa getdim. Dedim ki, bəs məndə çox vəsiyyətnamə maraqlı var. cavab alıb. Bəli, vəsiyyətnaməni göstərdi, dedi ki, vəsiyyətnaməyə baxa bilmərik. Dedim, niyə? Dedi ki, ölüm kağızını gətirmək. Dedim ki, baş üstə gətirərəm. Getdim dəftərxanaya Göygöl rayonunda. Orada mənə dedilər ki, artıq ölüm kağızını götürüblər. Dedim ki, kim götürüb? Dedi ki, Nizami. Mən sırazı bir dənə bibim sağ idi. 68 yaşında bir bibim sağ idi. Faizə bibimə müraciət elədim ki, bəs Faizə bibim mənə ölüm kağızını vermirlər. Dedi ki, necə vermirlər? Mən gəlib alacam. Çünki mən sənin yanında böyümüşəm, sən mənim uşaqdan yanımda olubsan. Mən bilirəm ki, mənim bacıma necə baxmısan. Dəftərxanada o ölüm kağızını aldı, verdi mənə. İkimiz bir yerdə getdik notariusa. Notariusa gedən kimi açdılar, baxdılar, dedilər ki, Ülkər Həsənova yarandığı gündən, ölən günə kimi heç kimə verməyib. Ancaq Daşdəmirova Naidə Fəxrəddin qızına vəsiyyətnamə verib. İndi mənə maraqlıdır ki, əgər qanun varsa, necə deyim, qanunu iş görüblərsə, niyə Nizaminin adı çəkilmədi orada, mənim adım çəkildi? Yox, qanun sözsüz ki var. Amma mən sizə bir söz deyim də, yəni deyir, Yox, siz ikinci dəfə də gedəndə İkinci dəfə də gedəndə mənə dedi ki, siz yenə həmin xanımsız gəlmisiniz. Hə, kim cığaz nəysə dedi Dedim ki, belə. necə yəni ikinci həmin adamsız gəlmisiniz, məni tanıyırsınız. Dedi ki, siz Hünərin qohumu deyilsiniz. Dedim ki, Hünər, hansı Hünər? Dedi ki, necə yəni Hünər? Tanımısan bələdiyyədə işləyən. Dedim, Hünər bələdiyyədə işləyən mənim doğmaca əmim oğlunun oğludur. Dedi ki, o mənim dostumdur. O mənə dedi ki, o xanım gələcək denən ki, Nizamiyə bağışlama versin, çıxsın, geçsin. Bax, bu sözləri öz qulağımla notariusdan eşitmişəm. bu artıq iddiadır. Yəni biz bunu İddiadır, deyəndə bu olan şeydir. Mən Yox, yalan danışmayacağam ki, danışanda durub. Sizin səs yazınız var, ya video varmı? Yox, heç nə yoxdur. Da. Məsələ nə yerdədir?
əslində bu xanım inciməsin. Elə bu xanım da o var-dövlət davasını eləyir də. 2 gündən sonra ölən adamın 2 gündən sonra gedib notarsa, bunları maraqlanırsa, Bilirsiniz nəyə görə? Bilsin Çünki getmişəm. meclisdə Çünki bu bəli, bəli. böyük bir dava gedirdi. Bəli. dava gedir. Xanımın haqqı var da, Niyə çünki etməsin ki? xanımın Bir də ki, haqqı var haqqım ona var, görə haqqımı tələb ki, edirəm. anası böyüdüb və bugünkü günə kimi də Bəli. belə çıxmasın. Mən öz anamı ana deməmişəm. Ay sağ ol. Ceyhun bəy, amma yadınızdadır bir fakt ortaya atıldı. Dedi ki, xanım, mən tanıyanlar, biləndə ki, bu mənim anam deyil, çıxıb gəlib Sumqayıta. Oxumaq üçün. Xeyr, xeyr, mən ondan inciyib Kətdə böyüyən, getməmişəm. Sumqayıtda nə oxumaq üçün gəlmiş? Necə yəni oxudum da davam elədim. Bəli. Ən azından texnologiyanı qurtarmışam. Yox, Sumqayıtda orta məktəb qurtarmayı. Xeyr, orta məktəbi yox. 8-ini oxudum, gəldim burada artıq peşə. Texniki Bəli, peşə texnikumu məktəbə bəli. gəlib. Oxumuşam, özü laborantam 5-ci dərəcəli. Amma ata-ananın diplomumu da yanında gətirə qaldı, bilərəm. qayıtmayıb axı dala. Qayıtmışam. Rəsmi Qayıtmışam, övladlığa götürülməsə də qayıtmışam. belə, yəni o ətrafdakı insanların təsdiqi Yox, də yox, götürülür qayıtdı, ki, qayıtmadı. və kamera görüntüləri, Bəli, toydu, hamısı, qayıtmışam. yəni analıq rolu Bilirsiniz mən bunu nə üçün deyirəm? Qaçılmazdır. Çünki o var-dövlət ki, ortada var. İndi çox insanlar var-dövlət üstündə bilirsiniz nə oqqalardan çıxırlar. O Yox, var-dövlət qayıtmışam. yalnız və yalnız bibiyə məxsus deyil, buna da məxsus deyil. O babaya məxsusudur, nənəyə məxsusudur, nənədən babadan gəlmişdi. Övladlar arasında bölünməlidir. İndi övladlar dünyanı dəyişiblər. O əmi oğlu Evlatların yəqin ki, payını çox- vermişdi Çox nənə. ayıq bir adamdır. Hə, indi xanım deyir ki, onlara da verilib nə isə. Verilib hamısı bütün paylar bir verilir. məqama toxunaq. Aha. Yəni mən bu xanımla tanış olduq, o xanımın iddialarına əsasən, söylediyi fikirlərə əsasən deyirəm. Demək ki, əvvəl orada bir otaqlı ev olub, düzdürmü? Bəli, bəli, bir otaqlı ev Sonra olub. olub o 5 otaq. Bəli, bəli. 5 otağı kim tikir? Mən Mənim Xanım yoldaşım tikir. pulla tikilib Yoldaşı o. ilə birgə. Sübutlarım da var o. Bütün Topolasanlı yəni, kəndində Orada ustalara işləyən tikdirmişəm. ustalar var ki, Bəli. onlara kim Bəli. əmək haqqı verir? Bəli. Onları məhkəməyə qaldıranda Bəli, məhkəmə şahidlərlə yox, çox bərpa xahiş eləyə edirəm bilər. Topolasanlı əhlindən. Bax, mənim evimdə işləyən ustalardan. Çubuşdur, adı Çubuş deyil, Adifdir, ona Çubuş deyirlər Topolasanlı kəndində. Çünki biz ona ilə müraciət edirik. Ondan xahiş edirəm efirə çıxsın. Desin ki, mən yalan deyirəmsə, o evin pulu kim verib? Mən vermişəm. Xanım, sizin ev onsuz da bilirik ki, sənədsizdir. Kənd yerlərinin çoxunda Yox, sənətli evdir. Çünki bəli, Gedib Qubçalı əmlakdan evdir. almısınız, kimin Yəni adına da olub? Ülkənin adına olub. Ölən bir günə kimi nə var dövlət olub, hamısı Ülkənin adına O olub. xanımın, bibinin Bəli, bibimin adına, mamamın Yəni- adına. Mən ona bibi deməmişəm, heç vaxt mama demişəm. Torpaq kimin adınadır? Mamamın adına, Ananın adı. Ülkənin adına, bəli. Hə, yəni indi belə Bəli. deyək, gəlin aydınlaşdıraq yəni. Hə. Bioloji ana sənin anandır. Bu götürülmə ki, ögey ana deyirik də biz Hə. ona. Mən öz anama ana deməmişəm, heç də demirəm ana. İndi hər halda da Heç adını da çəkmirəm mən öz anamı. Məhkəmə bunu sizdən soruşacaq, ona görə. Buyurun. Bunu sizdən. Buyurun, Çünki buyurun. biz Sizə kömək üçün deyirik. Ananız sizə bu işdə dəstək olmur. Deyir ki, mənim anam bilsin nə deyir? Deyir ki, niyə demirsən ki, o evə mən gəlin getmişəm? Mən o evə gəlin olmuşam, atan deyir, o ev atavındır. Atan sadəcə oxumuş olduğuna görə dövlət onu Bakıya göndərir. Bakıda deyir, bizə hökumət ev verəndən sonra mən dedim ki, Bakıda yaşaya bilmirəm, gəl Sumqayıta perevod eləyək. Siz də orada deyir, biz yaşadıq dünyaya gələndən sonra. O boyda deyir, nəslin içində mənim qızımı deyir. Mən atana dedim ki, verməyək gəl uşağı. Çünki sabah bu qız böyüyəcək, Öz buna pis bacısına təsir edəcək. verib də. Hə, verməyək. Deyir, atan dedi ki, mənim bacılarıma canımı qurban. Özü Amma o yenə elə də bacıdır. bibi pis olmayıbdır. Hə, Sadəcə də. orada Bibi bir pis xoşluq olmuyor. olubdur. Pis olmayıb mənə, mən Sadəcə asla sizdə demirəm, bu rədd olsun. şəhadətnamada kimin adı yazılıb? Sizin şəhadətnamada Bir də üzr istəyirəm, bir dənə söz deyim. Siz dediniz ki, bayaq bir şey vurladınız, mənim diqqətimi çəkdi. Dediniz ki, sizi vərəsəliyə götürməyib də, yəni. Bəs mən məktəbə necə getmişəm orada? Qayyımlığa götürməyibsə, ülkəyə mən necə məktəbə getmişəm orada? şəhadətnamada kimin adıdır? Ata-ana adı necə gedir? Elə yox, Mərcan Fəxrəddin gedir. Əsl atan. Əsl Bəli, ata-ana. əsl Məsələn atan. da ki, sizin vətəndaş olaraq Amma təhsil- götürsəydi ana təhsil adı hüququnuz dəyişilərdi. var. Təhsil hüququnuz var. O təhsil hüququna görə sizi istənilən adam məktəbə apara bilər və İcra hakimiyyətindən maraqlandınız siz qəyyumluqla Yox, bağlı. heç kimdən maraqlanmadım. Bilirsiniz, Çünki bu illər vəkili öncə verdim olub, qabağa. üzr istəyirəm, bu illər öncə olub, xanımın indi 55 yaşı var. Təsəvvür eləyin, illər öncə kənddə... Heç sənət yox idi, kim elə gedib, götürüb bir-birinə məsəl bəyan üçün, verirdi. gedin bunu qəyyumluğa götürür. İki sovetliyi var idi, orada heç nə yox idi. Elə belə bir şey olduğuna Sovet görə dönəmi indi olub, hər Sovet şey dönəmi. Bəli, rəsmiləşdirilib. bəli. Yox, Sovetin qanunları olub. Siz gəlin Baxın, buna da nəzər Bibim yetirək. çox pul Mən sizə yığmışdı, bir- həddindən artıq atasından qalan torpaqdan pul yığmışdı. Nənəmə dedi ki, mən onda artıq ağlım kəsirdi. Mənə orada yaş keçirdi. 10 yaşında mənə bir yaş keçirdib ki, mən hələ onu unuda bilmirəm. Çünki elə bir yaş keçirdi ki, arvaz bir toy çalan eləyib. toy yığdı 500 nəfərlə. Mənə də qırmızı giyindirdi, buraxdı ortaya. Mən də elə güldüm ki, mama mənə neyinisən? Dedi ki, sənə yaş keçirdirəm. Mən bu qədər cəmaata pul tökmüşəm, yığmalıyam bu pulu. Və o pulu da yığdı. Yığandan sonra mənim indiyənə kimi yadımdadır. Mənim əmim oğlu Tarix əgər eşidirsə çıxsın efirə. Çox xahiş edirəm çıxsın efirə. Bizim evimizdə söhbət oldu. Dedi ki, ermənilər artıq buradan gedir. Yəni müharibə vaxtı idi. Ermənilər köçür gedir.
Gəncədə qəşəng ucuz evlər var. Gəlin gedək alaq. Ondan bibim dedi ki, anama, nənəmə, nənə deyim də, biz ona ana deyirdik. Səriyə anama dedi ki, ana, gəlsənə gedim ev alım. Mənim də qızım var artıq, qızım ailə quracaq, nəvələrim olacaq, ev alım. Nənəm də qatdı ki, çox qızı, pula görə səni öldürərlər. Al elə ev. Getdilər həmən əmim oğlu tarixlə ev aldılar. Aha, gəlin biz, üzr istəyirəm, gəlin biz reklam fasiləsinə ayrılaq və televiziya tamaşaçılarını da nəzərinə çatdırmaq istəyirəm. Birinci, Göygölün Topal Həsənli kəndi. Topal Həsənli, sizi salamlayırıq. Topal Həsənlidən zənglər gözləyirik. Dünən necə zəng etdirsə, biri-birinin ardınca, sonra efirdən sonra oldu zənglər. Biz bugün də sizdən zəng gözləyirik və bu xanım nə dərəcədə düzdür, onun iddiaları nə dərəcədə düzdürsə, xahiş edirik efir vasitəsilə zəng edin və fikrinizdə söyləyin. Reklamlardan sonra yenidən sizinlə üz-üzə olacağıq. Bir söz deyim, o orada qalsaydı biraz da qalmaqal olardı. Qalmaqal olardı, hə. Amma yenə də hər halda bu məhkəmə... Əslində xanım danışır, mən dinlədim. Məhkəməyə verib də Könül xanım. Məhkəməyə verib fırıldaq- sadəcə o yenidən fırıldaqçı bir fırıldaq vəkil insan. olub o. O nömrəsi varsa əlaqə saxlayıb soruşmaq olar ki, birincisi sənin kişiliyinə sığışmır bu hərəkət. O vaxtı var idi. Hər kəs, məsələn, xanım mənə də etibar eləyib, işini görülməsi üçün notariusda etibarnamə verə bilərdi. Artıq o qanunda yoxdur. Birinci dərəcəli qohumlar ola bilər. Ana, bacı, qardaş, həyat yoldaşı. Yəni, belə şəxslər ola bilər. Amma o da yəqin pulun dərdindən məsələnin üzərinə götürüb ki, gedəcəm, işi görəcəm, bir 5 manatda mən pul qazanacam və iki tərəfli də ola bilər ki, haqqına girmirəm. Ola bilər ki, xanım deyir məhkəmədəndir, ya notariusda da onları bərabər görürlər. Elmira xanım nə dedi ki, dedi ki, Nizami demirsən ki, mənə bağışlama verib. Ondan notarius gəlsin də çağırmışam, niyə gəlmir? Amma bu xanımın əlində vəsiyyətnaməsi var. Keçmişdə notariuslarda belə bir şeylər eləyirdilər. Əvvəl şəkil çəkmə yox Vallahi belə idi. dedi. Orada da yenə qırğın eləyirdi. Xanım, bir dəqiqədə. Mən ancaq baxıb gülürdüm. Deyirəm, bunlara baxın, bunlar niyə qırıb bir-birlərini? Qulaq asın. Hə. Xanım əslində bəzi insanlara baxanda bilinir də, məsələn, yalan danışan, danışmayan, əslində xanımı dəstəkləyən çoxdur. Və burada da məhkəmə həmişə, düzdür, sübutlara əsasən və bir də şahidlərə əsasən öz qərarını verir. Xanım deyir, ev tikmişəm, ustalar təsdiq edə bilər və bir də qohumlar. Mənə burada bir nüans maraqlıdır ki, bir tək əmioğlu mu vərəsi oldu bu evə? Digər vərəsələr də var. Əmioğlanları da var və o əmioğlanları da məhkəməyə gəlib deyə bilər ki, onda mən də payımı istəyirəm. Dünənki efirimizdə biz söylədik, proqram da bitəndə mən müraciət elədim Nizamiyə və sual verdim. Birinci söylədim, Nizam, biz qarşı tərəfi dinlədik, onun iddialarına əsasən biz danışırıq. Biz istəyirik sizi də dinləyək, Nizami. Gəlin, soyadı Həsənovdur da. Bəli, bəli, Həsənov. Nizami Həsənov. Sizi də istəyirik görək, o hal-hazırda o kətdə yaşayır. Xeyr, heç vaxt yaşamayıb o kətdə. Hacı kətdə yaşayıb. Başqa Nizami. kətdə? Bəli, bəli, Nizami Hacı kətdə yaşayıb. Maraqlıdır ki, məhkəmə gedə-gedə necə toplasadı kəndirə praksik olunub bu. Bəli. Hacı kənddən Nizami Həsənov. Hacı kənddən Nizami Həsənov. Biz bugün, dünən sizin adınızı efirdə çəkirik, biz sizin adınızı çəkirik dedikdə xanımın iddialarına görə çəkirik. Yəni, xanım sizin adınızı çəkir, biz onu dinləyirik, istəyirik sizi də dinləyək. Ağır iddialar. Yəni, bəli, özdə onun söylediği, səsləndirdiyi iddialar çox ağır iddialardır. Yəni, biz istəyirik qarşı tərəfi də dinləyək. Yəni, niyə tək sizin adınız hallanır? Niyə məhz sizə hər şey verildi? Niyə? Xanım söylədi, dünənki efirdə söylədi ki, o həyətdə hər zaman anama dəstək olan, əlləri qabar-qabar olan mənim digər əmmim oğlanlar və adınlar... Bəli, Mirzə Həsənov. Mirzə Həsənov. Bəli, Mərdan Həsənov, Canpolad Həsənov, Çapay Həsənov, ona yaxın gəlir. Onlara biz oradan pay verərdik. Ona verək payı. Niyə ona düşsün? O düşsün, qıraqda o gələnsin. Çünki siz dünən dediniz ki, o öz evinə getməmişdən qabaq hər zaman anama bəli, anasını gəlməmiş, bəli, birinci məsələ burada belədir ki, o biri əminiz oğlanlarına da ki, bu adlarını sadalayırsınız. Əgər onlara da bu əmioğlu müraciət verməyibsə, birbaşa burada qanun pozuntusu var. Birbaşa notariusun günahı var. Necə oldu ki, bu o biri tərəf, hansı deyirdiniz, Göygöldə idi qeydiyyatda. Qeydiyyatda avtomatik o tərəfə, Topasanlı kəndinə praksik olundu. Və burada
qeydiyyat olan zaman ən əsası vərəsələrdən bir kəlmə söz soruşulmalı idi. Siz də razısınızmı? Əgər bu olmayıbsa, mən inanıram ki... Razılıq ərizəsi olmalı. Bəli, mən inanıram ki, çox asan bir məsələdir xanımın danışdığı kimi. Bəli. Baxmayaraq ki, evi satıb, satmayıb, əslində o böyük bir məsuliyyət daşıyır. Hansı ki, xanımın dediyinə əsasən deyirəm. Qohumlar xanımı təsdiq edirsə, məhkəmə xanımın tərəfində Yeri olacaq. gəlmişkən bir məqama da toxunaq. Əgər dünənki efirimizi izləyən tamaşaçı var, ola bilsin qaçırıb o hissəni, ola bilsin baxmayıb. Əgər indi bizi izləyirsə, qoy məlumatlı olsun. Xanımın o miras söhbəti ki aparır, söhbət bir evdən getmir. Topal Həsənli, Göygölün Topal Həsənli kəndində olan bir evdən getmir. O ev əvvəllər bir otaq olub, indi 5 otaqdır. O 5 otağı da xanım həyat yoldaşı ilə birgə artırıb. Bəli. Söhbət 4 evdən Torpaqlardan 100 gedir. sotdan çox olan torpaqlardan, qızıllardan, brilyantlardan, pullardan, qızımın cehizlərindən, öz cehizlərindən. xanımın o evdə olan təzə əşyalarından, qızının cehiz əşyalarından gedir. Yəni, burada 5 manat, 10 manat söhbəti deyil. Burada böyük pullardan söhbət gedir. Kasetlər də var. Niyə tək bu qədər böyük, belə deyək, Hamısı Can bir sənə nəfərə qalmalıdır. çalsın. Var dövlət Bundan başqasına əlavə, getsin. burada sual yarana bilər ki, o xanım kim idi? Harada çalışırdı ki, Ay bunları sağ ol. toplasın? Ay sağ ol. Bax, burada sizə sual, o xanım nə işlə məşğul idi? Torpaqla ancaq. Ancaq torpaqla. Xanım ötən proqramımızda dedi ki, ad günümdə yığılan pula getdi ev aldı. Bəli, düzdürmü? bəli. Bundan əlavə, mən o xanımı dinlədikcə, Aydınxan mən belə bir qərara gəlirəm. Bu misalı çəkəcəm, amma bunu düzgün başa düşün. Mən pis məndə çəkmirəm. Buyurun. Bir növ siz və sizin ananız, sizi saxlayan bibi, qarışqa kimi olmuşsunuz. Yəni, o qarışqalar Bəli, zəhmətkeş ondan olaraq da betər olmuşuq o bəlkə də. çöpləri qazandıqca gətirib qoyurlar. Bəli, Bir dənə səhvləri olub, yaxşı Şöyle tərəf xanım, olsun bir ki, üzr istəyirəm. qazanıblar. Bunları alıblar. Üzr istəyirəm, mən körpə uşaqlarımı elə bibimin yanında qoyub, daji Topalasanlı kəndində hamı şahiddir. Daji Bakı şəhərində hamı belə şahidlik eləyə bilər mənə ki, mən Topalasanlı kəndindən 3 manata vedrəni alıb, moruq vedrəsini Bakı şəhərində gətirib 5 manata satırdım. Mən elə pul qazanmışam. Yəni, zəhməti yiyən Zəhməti zəhmət yiyən. olmaz. Ayda xanım, üzr istəyirəm. Sonra da deyirlər ki, kənddə dolanmaq olmur. Elə qəşəng olur. Elə gözəl Bəli, dolanmaq Elə olur. gözəl zəhmətlə, olur. əziyyətlə. Bazara insan hər Hər şey yerdə eləyə dolanır. bilərsən. Ayda xanım, üzr istəyirəm. Bu sizin o birisi dediyiniz, sadaladığınız əmişaqları və yaxın qohumlar, həmin o şəxsin bu elədiyi hərəkətə nə münasibət Mən bildirirlər? valla orada sual verdim. Siz deyən kimi orada sual verdim ki, ölü yerində. Dedim ki, heç olmasa biriniz deyin də vicdansızdır bu, necə insandır. Dedilər ki, valla biz də qalmışıq belə ki, sən onun qızı olmuşsan, səndə vəsiyyətnamə var, amma bu deyir ki, mənə bağışlama verir. İndi biz neyiniyək? Gedək birbirimizi oradan çıxardaq gətirək deyək ki, niyə belə hərəkət Yox, elə eləmirsən? deyil də. Əgər burada nəsil kökdə həmin şəxslər varsa, onlar da iddia qaldıra bilər. Qaldırmadılar. Nə üçün Qaldırmadılar, qaldırmadılar? deməli ki, Söz başqa, əməl başqa. deməli qaldırmarlarsa, demək həmin şəxs onlar da razı yola salır. Bəli, elə göstərir. 018 65 8 11 00. Təkrar edirəm, 018 65 8 11 00. Bir daha təkrar edirəm, 018 65 8 11 00. Ekranlarınızda da görürsünüz. Göygölün Topal Həsənli kəndi sizə müraciət edirik, Gəncəyə müraciət edirik. Xahiş edirik, bizimlə əlaqə saxlayın. Topal Həsənli kəndi neynəsini? Yox, qohumlara Bu boyda müraciət qohum edirik. əqrabadan bir zəng. Düz Reklamlar. demirəm. Kənd Reklamlar. neyniyəcək bu xanıma? Xanımın dedikləri Və təsdiq dünən də edəcəklər, təsdiq yoxsa yox? eliblər. Burada bir dənə Təsdiq qohumların odur ki, həmin o etibarsızlığından söz şəxsin adı nə gedir. idi? Nizami. Nizami heç o kənddə yaşamayıb. Heç o bibisinə bir stəkan su verməyib yeri gələndə. Burada vicdan. Reklama keçid alırıq, reklama. Gəl, reklama keçid alırıq. Efirdəyik. 018 65 8 11 00. Təkrar edirəm. 018 65 8 11 00. Bizim qaynar xəttə aid olan nömrəmizdir. Proqramımız efirdə olan müddətdə siz bu nömrə ilə əlaqə saxlaya bilərsiniz.
efirdə də görürsünüz 055 294 45 41 isə 24 saat belə bu nömrə işləyir. Siz bu nömrə ilə də əlaqə saxlaya bilərsiniz. Çox belə deyək, qarmaqarışıq və mürəkkəb. Maraqlı və eyni zamanda qarmaqarışıq bir ailə dramıdır, ailə faciəsidirmi? Bilirsiniz, adam elə düşünür, xanım danışır, adam düşünür. Budurmu ki, insanın sonundan sonra, öləndən sonra budur bu münasibət? Yəni mən nə qədər yaşayıram, mən yaşayam. Sabah mən başımı qoyandan sonra mənim qohumlarım, övladlarım, nə bilim qardaşımın balaları bu qədərmi pula görə insan insanı yeyəcək? Yəni buna nə ad vermək olar? Nə ad vermək olar? Könül xanım, ona görə də baxın, indi bizim sosial verilişlərin əhəmiyyətini başa düşməyən insanlar bəzən soruşurlar ki, siz notariusunuz, məhkəməsiz, dövlət qurumusunuz, bu məsələləri qaldırırsınız, həll etməyə çalışırsınız. Yox, biz o qurumlar deyilik, amma biz maarifçiliklə məşğul oluruq ki, bu xanımın başına gələnlər onun iddiasına görə digər insanların başına gəlməsin. Onun üçün də nə etmək lazımdır? Müəyyən təkliflər də verməliyik, çıxış yolları göstərməliyik. Baxın, əziz insanlar, müəyyən yaşa gələndən sonra, yəni 50-dən sonra, 60-dan sonra o mentalitetdən gələn bir fikir var. Yox, mən notariusa gedib kiməsə vəsiyyət eləməyim, düşməzliyi olar, mən öləcəyəm. O hamımız öləcəyik. Birinci ölüm notariusdan gəlmir. Hə, siz müəyyən yaşa gələndən sonra övladlarınız arasında və yaxud kiməsə nəsə əmanət, var dövlət, pul, ev vermək istəyirsə, gedin onu notariusda təsdiqlədin, vaxtında sənədi verin. İndi özdə elektron variantı olur da, bilirsiniz də, o artıq elektron notariusda avtomatik sizin smartfonda görsənir ki, sizə veriblər, ona veriblər, video çəkəcək, dövlət fiksasiya eləyəcək, faktlaşdıracaq ki, sən sağlam olan vaxtı, ağlın başında olan vaxtı, uşaqlarını götürmüsən, yaxın qomları götürmüsən, gəlmirsən, deyirsən ki, mən var dövlətin buna paylayıram. Hətta indi bilmirəm, bizim notariuslarda o var ya yoxdur, amma banklarda elə bir şey var da, bilirsiniz yəni ki. Hətta banklarda müəyyən bir kiçik bir qutu icarəyə götürə bilərsiniz. Həmin o notarius, əgər şübhəlisizsə ki, sizi əmlakınızı böləndən sonra başınıza nə isə gələcək, həmin notariusda təsdiqlənmiş o, nə deyirlər, vərəsət və bağışlanma kağızlarını aparırsınız bir konvertdə, zərfə qoyursunuz, aparırsınız həmin yerdə saxlayırsınız. Deyirsiniz ki, mən dünyamı dəyişsəm, ondan sonra bu ancaq açıla bilər. Hətta bəzi insanlar bunu xəbər də vermişdir. Bunu biz eləmirik. Eləmirik və problemlər yaranır. Amma xaricdə eləyirlər. Xaricdə eləyirlər. Bu xanımın çoxlu sayda problemləri ortaya qoydu. Elə notariusu da körlüyan işi. Elə aparıb notariusa qoyaq. Bu dəqiqə... Xanım, baxın, notarius sənəd də işləyir. Gəlib, deyib ki, heç kim iddialı deyil, bu mənim babamın, xanım da deyir ki, evdə mənimdir. Və heç bir övladı olmayan bibimin var dövlətidir. Və 3-4 dənə əmi oğlan ki, deyir ki, bax, meyit ortadaydı, əmi oğlu, əmi qız dinmirdi, danışmırdı. O zaman deyəcək ki, bax, mən 3 dənə əmi oğlu, əmi qızıdan gətirmişəm sənədi, iddialı deyirlər. Bilirəm, Aydınxan müəllim. Sözə əsasən mi notarius kağız verir, yoxsa adamı canlı görüb? Yox, onlar artıq şahidlik eləyirlər. Getməyib də heç biri. Sözümün canlı nə idi? Baxın, onlar da o tərəfdə deyir ki, bunun anasına bir torpaq verilib, bir ev verilib. Əsl anana, düzdürmü? Nasıl ki, ananız bəli, bəli. Deyə bilər də, düzdürmü? Və deyir. Necə ki, iddialıdır ki, 4 dənə Gəncədə evimiz vardı. O xanımın evi onu satıblar, dağıdıblar, yiyiblər və s. Baxın, bir xanım gəlib, görün nə qədər dövlət qurumlarını və insanları suçluyur. Bu hamı, belə çıxır ki, bütün kəndin adamları, qovum əqraba bu xanıma qarşıdır. Belə çıxır, notar hansı ağıllı notarius, hansı vətəndaşın bir evinə görə öz bütün karyerasını heç eşitməmisiniz. Olub, amma xət çəkən az olub. Faktiki cəmaatın malını, mülkünü. İndi yoxdur. İndi yox, biz əvvəldən danışırıq da. 17-ci il çox da uzaq deyil də, yaxın gələcək. Yox, nə qədər yaxın gələcəkdir. Xanım notariusa gedəndə, xanıma əvvəl deyiblər birinci gün ki, bəli, Daşdəmirova... Görsün, bəli. Bəli, amma ondan sonra gedəndə isə... Bəli, mənə dedi ki, Nizamiyə bağışlayın, yadıma çıxdı demək, Nizamiyə bağışlama verir. Necə yəni bağışlama verir? Göstərəndə mənə heç də göstərtmədilər. Xanım sözünü özünə də bilirsiniz ki... Siz ərizə ilə Ədliyyə Nazirliyinə müraciət eləmişsiniz, arxivdə o sənədləri almaqla. Məsələ ondan ibarətdir ki, arxivdə var da. Xanım o bibi dediyi də, yəni anası deyil, çox zəhmətkeş olub işləyiblər.
Bir dənə Əfsan xanım, qanunu yanında yaddan olmusunuz? çıxardıblar. Yanında olmusunuz? Zənglər təsdiq Yox, yanında eləyir. olmusunuz. O kənddə Onda bax, öyrədə deyirsiz, bilər. notarın sözü Öyrədə əsasən bilər, qohum kağız əqrabası veribdir. öyrədə bilər ki, ya tanışır ki, zəng elə, biz axı dəqiq Mən heç kimi bilmirik tanımıram onları. axı. Özü işləyir, Gəlin belə baxın, danışaq. deyir, mən Biz- özüm Gözünüz moruq satmaqdan Siz danışır. araşdırmacı jurnalistsiniz, ictimai faalsınız. Və dedim Biz dediyinə əsasən. Bir tərəfin danışığı ilə Mən bu dəqiqə də işləyirəm, mən iddiaları hal-hazırda ortaya da ata işləyirəm. bilmərik. İkinci tərəfdə zəng eləsin. Mən olsam O şəxsən, tərəflər, siz də olsanız. bəli. Avtomatik efirə bağlanardıq ki, mənim haqqımda Bəli. niyə danışırsınız? Ay, Ay, Tamam, sağ ol. Düz Ev deyil. bizdə, Demək ki, hələ Xanım, çox- dinləyir ki, məlumat toplasın görə sonda özünü necə Xanımın izah iddiaları- edir. Biz efirdə müraciət edirik, dəfələrlə deyirəm. Ne çıxmır efirə? Nizami Həsənov. Bir də ki, sizə bir müraciət də edir. ki, Bir xanım- dəqiqə üzr istəyirəm. Xanımın həqiqətlərini işləyir. Sizin də həqiqətlərinizi Ay, İki sağ gündür ol. Könül xanım Bəlkə müraciət xanım edir. yalan Ağır danışır. ittihamlar. Biz- Əslində bu ittihamlarla çıxış eləsə, Bəli, o burada arada xanım cinayət öz fikrini məsələsi var. söylüyor. Əgər siz düzsüzsə, götürün telefonu 018 65 811 00 bizim əlaqə nömrəmizi ekranda da görürsünüz. Zəng etmirsinizsə, gəlin Dünya Televiziyasına. fikrimi Böyük tamamlayım. məmnuniyyətlə sizi dinləməyə hazırıq. Studiyada sizi gözləyirik, mən sizi gözləyirik. Çünki xanımın Axırda zəng dedikləri gələcək. Sırf sizə O bağlıdır. Şəmkirdəki Sırf atan sizə zəngi bağlıdır. gəldi ha. Bəli. Qulaq asdı, sonra ictimai qınaq birdən bu vicdanın ayağa qaldırdı. Bax Bir burada də bir məqama toxunaq. Aydın xan müəllim, Ceyhun müəllim, eləcə də Əfsanə xan. Bax mən özümlə götürəm. Mənim atam rəhmətli. Allah Sağ rəhmət ikən bizim evimiz var idi. O evi satanda baxmayaraq misal üçün mənim bacım ailə qurmuşdu, qardaşım ailə qurmuşdu, mən ailə qurmuşdum. Amma orada deyəsən qeydiyyat məsələsi idi. Nə idi? Yadımda deyil. Bizim hamımızı çağırdılar. Bəli. Dedilər ki, bu evi satırıq. Siz əgər razısınızsa bura imza atın. İmza atın. Biz dedik, əlbəttə razıyıq və imzamızı atdıq və evi də satdıq. Çox maraqlıdır. Əgər orada heç kimi çağırmayıblarsa, o evlər necə satılıb? burada Eləmi? bir siz bir mən sözümü Necə tamamlayım. satılırlar? Məsələ odur Vəzifədən- ki, bəli, sözümü yekunlaşdırıb Buyur, çox buyur, xahiş buyur. eləyirəm. Xanım Gil zəhmətkeş xanım olduğunu etiraf elədi və sizə gələn zəhlərdə bunu dedi. Və normal düşünən insan, başqa insan niyə gəlib iddiada bulunmur ki, türklər demiş. Xanım bunun bir də əgər övladlığa götürübsə, əlbəttə ki, onun övladı yoxdursa, istəyir 15 yaşına kimi, istəyir 20 yaşına kimi, xanımın haqqı var orada. Və bunu bütün qohumlarını təkrar edir ki, dəstəkləyir ki, bəli, ustadan tutmuş Bu, bütün qohum, Fəhriyə bir əmi bilməzlər. oğlanları burada. Qızının cehizlikləri olub. Çox maraqlıdır. O cehizlik. Mən sözümü tam axıra qədər bir dənə yekunlaşdırım. Buyurun, buyurun. Sonunda gəlir hər şey nəfsə və ailə dəyərinə toxunur. Məsələn, mən bir bacı, bir qardaşam. Mənim də anamın evləri var, torpaq olsun. Görün heç mən onu istəyirəm. Hər dəfə deyir ki, gəl səni Bakıdakı evə qeydiyyat eləyim. Tutur aparır, mən getmirəm. Uşaqları gətir, ana olmasa qeyd, mən istəmirəm. Niyə? Mənim ortada bir qardaşım var. Əlbəttə ki, mən də evladam. Əgər verərsə payımdır, düzdür ha, qanuni cəhətcə payımdır. Qanunda bacı-qardaş bəli, söhbəti yoxdur. Yoxdur. Amma mənim ortada qardaşım var. Verərsə istəyərəm, verməzsə istəmərəm. Xahiş edirəm. Mən Baxın. sizə etiraz edirəm. Yox, bu Bax, mənim ana düşüncəmdir. savadlı bir qadın olaraq çağırıb deyir ki, bala gəl. O düzgün. Bu hadisədə. Sonra mən olmayanda Hə. qırışacaqsın. Doğrudan da başqa Qırışmayacağam, Valla xeyr. qırışacaqsın. Bu mənim- Mən sizə deyirəm, mən sizdən təcrübəliyəm və yaşda böyüyəm. Xeyr, Yazlıyam. məni bir çox Bu iddialarda qədər- həmişə Mən mühakimə sizə- eləyənlər Bax, günü bu gün səhv Mən çıxıbdı. sizə deyirəm ki, vaxt gələcək, siz qırışacaqsınız o var. Xeyr, həyatı İndi hələ boyu. sizə təsir eləmir. Birazdan yaşlaşacaqsınız. Etməyəcək. Yaşlı olanda artıq qazana bilməyəcəksiniz, pula ehtiyacınız olacaq. Günü Və bu başqa- gün də bizim Ay, qazanıqda mükəmməl. qazana bilməyən Mükəmməl. vaxtlarımız İstəyirəm. var. Bunun hadisəsi mənə yadıma saldı. Rəhmətli İlhamə Quliyeva Bəli, yadınızdadır. Orxan məsələsi. Orxan məsələsi. Eyni ilə bu cür hadisə idi. Bəli. Orada da bacısı çıxdı dedi ki, mən bacısıyam, mənə çatır və sonra məhkəmədə verdi bacı. Aydın xan müəllim, üzr Və sən istəyirəm. nə qeyd elədin? Siz Vazifəti mənim qoyduq sözümü axıra kənara. qədər Bibimin dinləmirsiniz. ev eşiyini qoyduq Xanım, kənara. bir Mən dəqiqə. öz evimin, Burada- özümün qızımın cehizləri niyə o götürüb Gəlin, mənim şeyim? görün. İndi Nə baxın, deyirsən, mən Hasan, iki sən nüansa danışın. toxundum axı. Aha. Var burada nəfis və ailə dəyəri. Bəli. Ola Hüquqi bilər dəyər, bizim hüquqi də ailəmizdə söz söhbət olur. Biz də küsən vaxtlarımız olur. Nə Amma dəxli var, o ailə yeganə tərkibidir. burada bir istək və vicdan borcu var. Bəli, mənim qanundan hər bir haqqımdır orada. Mən istəmirəm. Bu mənim qərarımdır. Və indi baxın, Qardaşınızın adı nədir? Bir dəqiqə. Əşraf xan qardaşınızın adı nədir? Ceyl, çox üzr istəyirəm. Adı- Fərid. Fərid. Götür bu belliyin YouTube variantını. Zapserlə. Zapserlə. Onu yaz özü üçün saxla. Ya. Əfsanə xanım
mediativ olaraq ona düşən var dövlətlər Hər zaman da bəli edirəm. Vallahi edirəm. Mən də sizin yanınızda Verərsə, mən qardaşım elə bir qardaşdır ki, Allah verməsə nə edəcəksiniz? Canı sağ olsun, halal xoş olsun. Xan müəllim, mən də Bir dəqiqə xanımın üzərinə gəlim də sözü Mən də özünüzdə. sizdir, bax gör nə Baxın görün nə deyirəm. Mən də vermişəm qardaşıma, Baxın görün bəli. nə deyirəm. Mən də öz Baxın, atamın mülkündən heç eşidirsiniz? istəməmişəm. Görün nə deyirəm. Bəzi Çünki qardaşımın ekspertlər həmişə kimlərdənsə danışır. Mən həmişə sevirəm özümdə olanlarla Bəli, özümdən danışmaq. olan. Bəzi deyəndə Ceyhun müəllimə baxın. Mən həmişə Yo, ondan yo, yo, danışıram. çox aşırı buradakı Çox xahiş ekspertlərdən edirəm. getmir. İnsan oturanda birinci deyir, mən durub burada pafoslu çıxışlar eləyə bilərəm, kənardan bizi tanıyanlar var. Üz-üzə gələndə deyər ki, bala nədən danışırsan? Adam bir özündən də Əfsanə danışır. xanım düz vurulur ki, orada nəfis var. Necə oldu ki, mənim Nəfis bibim var və dediyi, bir də ki, vardivata siz- yer durmadım, o durdu. Siz Niyə? o dediyiniz şəxslər əmoğlanlarıdır, vərəsələrdir və sizin bu dediyiniz ki, faktlar var da əsasən. Faktlar var da, Mən bu inanıram yalan ki, deyil ki. xanım məhkəməni udacaq və o adam da hələ bizi izləyir, 1-3-4 vermişlərə Adam yığır səsi başına, o çıxacaq. 100% adam yığır ki, Baxın, necə ay eləyək buradan sağ olun. çıxaq, palajeniyadan çıxaq. Çıxa bilməyəcək, çünki qanun var. Qanuna mən inanıram. Nəyə görə inanıram? Yaxşı, tutaq Bir ki, də ülkən bizi ona bu günə verir. qoyan Bəli, mentalitet var. bəli, Baxın, qanun görün var. nə deyirəm, bizi bu günə qoyan mentalitetdir. Bu dəqiqə insan heç atasına güvənməməlidir. Belə. Bəli. O vaxtı ailə dəyərləri gözəl olub, qohumluq bağı sıx olubdu. Deyib ki, zaten hamı bilir ki, bax bu bibi bu qızı övladlığa götürüb, əmoğlunun evi, eşi, öz evin, amma indi elə şey Mən sizi anlaya yoxdur. bilmirəm. Tək Mən bir sizi dənə anlaya söz bilmirəm. deyə bilərəm ki, O vicdanı yazıq olan adam ana, deyə bilməz ki, bir məni dəqiqə, görmür. yazıq ana gəlib sən yalvar ki, gəl, nə qədər sağam. Mənə Əfsanə xanımın Bugün əfsanə evləri xanım məsələsi maraqlandı. həll olmur. Yox, Bugün yox, o xanım 20 Danışın, ildən danışın. sonra Əfsanə xanım gəlib oturacaq, şikayət Xeyr. edəcək ki, anamı Yox. bir Evi ilə bağlı. Əmoğlu bütün bağları qırıb, ümumiyyətlə bütün vərəsələr qarşı hörmətsizlik Əmioğlu. eləyib və hamının da haqqını yeyib. Əmioğlunu. Yəni, Amma görə bir bir də də ki, digər vərəsələr də var. Yəni hər Bəli. şey, hər bütün Onlar- İndi onu Bəli. deyəsəydim, Könül xanım Həkim sözünü nizamına kəsir. aiddir. Bəlkə də o notarial qaydanı biz Gedir, razılıq araşdırsaq, əmoğlunun orada imzası çıxacaq. Hər şey ola bilər. Hər şey ola bilər. Ay sağ olun. Hər şey ola bilər. ki, bu Nizami bəy gedir, Hər şey ola bilər. notarisdə hər bir Bəs vərəsənin onu deyirəm də. razılıq almır. Biz xanımın O dediyinə bayaqdan biz onu əsasən deyirik. danışırıq. Elə deyil Ceyhun bəy. Bəli. Nə sizə demək istəyirsiniz? Biz Buyurun. kifayət qədər bu cür ailə məsələlərində, yəni öz fikirlərimizi də bildiririk və belə hallarla rastlaşırıq. Bəyalar Əfsanə xanımın sözünə qüvvət olaraq, ola bilsin bacı qardaşdan nəsə bölgü istəməyə bilər, ancaq onların övladları o məsələlər üzərində həmişə mübahisə və bölgü üzərində. Nümunə xanım, Ay sağ ol. Ona görə də bu məsələlər belə deyək də sənədləşdirmək. qanun çərçivəsində həll olunmalıdır. Ola bilsin sizin məsələdə də hər hansısa bir şəxs öz vəzifəsindən sui-istifadə edib, nəyinsə qarşılığında bu məsələlərə imza atıb və burada da haqsızlıq var. Sizin sözünüzə, həmkarların sözünə də qoşuluram. Yəni Müjgan orada mənim bu bir təkrar- qanun olsa payım hüquq yoxdur. müdafiəçisi Bəli. ona vəkil, Bəli, özünü vəkil bəli. kimi təqdim edən Aləmi insan. qatan başından o savadsız insan, O da nəfsiyyətli insan, o da məsuliyyətə ona da şikayət ediləməsin. Yəni mən bu qədər burada bir damcı fayda Süleyman da o da olmadı, Süleyman da. Belə pul verir. Yox, Elşad Məmmədov 7000. 7000 pul verir. 7000 az pul deyil o Elşad 7-ci ildə. deyil. Elşad Məmmədov. Nə ilə 9-cu verdiyiniz- mikrorayon 71-ci dom 5-ci mərtəbə. 9-cu Liflə qaçan mikrorayon. kimi bəli, qalxan kimi Bakıda. Sumqayıt şəhərində. Kim Ödədiyiniz- calamışdı onu sizə? Zəhmət Kim olmasa- tanıyır? Mən adi ilə Əlaqə market işi saxlasın. deyəndə bir dənə çörək satan oğlan firma işçisi gəldi ki, bizim qonşumuzdur. Gəl elə onu gətir. Dedim ki, buyurun gətirin. Gətirdi və mənə gəlin tanış oldu. Xanım nəyiniz Ödənişə var? əsası varmı sizdə ödədiyiniz? Valla mənə əsaslan almadı. Dedi ki, dedim mən ona sual verdim ki, nəyə görə bu qədər pul istəsən məndən? İşi düz qoş. Nəinki 7000, 10000 verəcəm. Amma mən qanunu istəyirəm ha. Mənə yalançı fırıldaq lazım deyil. Mənimsə mənim olsun, mənim deyilsə mənim olmasın. Çünki mən əgər mən tamahkir bir qadın olsaydım, Aydınxan müəllim, diqqətlə bir qulaq asın mənim dediklərimə. Mən körpəlikdən o yanda böyümüşəm. Mənim öz cehizimi mən özüm gətirməmişəm o evdən. Gör mən bibimə nə qədər dəyər vermişəm ki, mən qızımın cehizini belə onun evinə yığmışam. Ona mənim haqqım var istəməyə ya yox. Əlbəttə, əlbəttə. Mən onun boğazına Əlbəttə. 30 qramlıq sep saat taxmışam. Brilyant sırğa taxmışam, Gəncə şəhərindən almışam. Ürəyi Hanı o, hanı? Hanı o? O da getdi qəbrə. Onu versin də heç olmasa mənə. O meyit ortada olanda ki bir-birinə qırışırlar. Bir-birini qırdılar amma mənə heç kimisi Həmin gün toxunmadı. elə bilməm ki, Nizami götürüb qızını. Evdən başqaları götürüblər çox. Bəli, çünki məni yaxın buraxmırdı. Əlbir Eşitsə olaraq qoşulsun efirə. istifadə edirlər. Aşkır Yəni deyirəm, o da Nizami. Nizami Bir dəqiqə qoy müraciət eləsin. Nizam, çox xahiş edirəm Nizami. Düşmənçiliyi qoyaq bir tərəfə. Mən səninlə zaten ölərik Xahiş ki, barışmayacağam. edirəm, Əlif, götür. Çox xahiş edirəm Nizami səndən. Əgər bu mən yalancı kameraya bir bax, bu qadınamsa, kameraya yalancı bax. bir qadınamsa, səni mən evimə
atanı, qardaşlarımı, bacımı, bibini gəlib qonaq eləmişəm. Sənin xəstəxanada yatanda pulunu da mən köməklik eləmişəm. Sənin ürəyinə stent qoyulanda ondan utan. O ürək yenə tutulacaq. Yenə tutacaq, mən sənə haqqımı helal eləməyəcəm. Xanım, onları qoy qırağa. Və sizdən xahiş eləyirəm ki, Nizami, əgər yalan deyirəmsə qoşul efirə. Sən niyə məni ölü yerində dedin ki, onu şifanelə yaxın qoymayın? Bilirdin ki, mən şifanelin yerini bilirəm. Bilirsən ki, mən orada nöqtəsinə verə görə ki, o evi hər şeyi bilirəm. Çünki o evi mən tikdirmişəm. Mənə haqqımı tələb edirəm. Mən bu günləri orada çəkdiyim zəhmətin haqqını tələb edirəm. Mənim qızımın cehizləri nə elədin bəs sən? Sən almışdın, onları apardın. Axı mən almışam onları. Lab özünki deyil. Niyə istəməsin? Yox, bəs mən özümünkidir. Vallahi özümünkidir. Niyə Allahın ki özününkidir? 3000 vermişəm. Yox, məsələn deyirəm. Xalçıya, Gəncə şəhərində. Samirə xanım, eşidirsənsə, Samaya, mənim səsimə səs ver də, niyə vermirsiniz? Qorxursunuz efirə çıxmaqdan, çünki günahınız var. Efirə çıxmasın, efirə çıxmayın, zəng eləyin, qoşulun. Xanım, əgər yalan deyirsə, deyin, dedikləri yalandır. Şəhlə xanım, mənə səs vergilən. Axı, mən gəlmişəm Lükərlə sənin evimizə. Evimdə məni görmürsən, nə daşqəsəniz? Şəhlə xanım, indi evi Nizamidən sən almışsan. Necə aldın? Sən axı bilirdin ki, Lükərin qızı mənəm. Necə aldın onu? Hansı yolla aldın mənə dedə? Efirə qoşuldu. Efirə qoşuldu. Həmin ərazidə, həmin kənddə, həmin evdə yəni aktual bir verilişdir deyək. Mən yalan danışmıram. Gör necə adlar çəkirəm. Yəni orada o qonşuların da dindirilməsi. Bizim Gəncə çəkilişimiz olacaq, edərik. Bəli. Adlar çəkir. Adlar çəkir. Niyə qoşulmuşsunuz? Yəni o adların sahibləri efirə gəlməmişdən deyərdiniz ki, baxın, efirdəyəm. Mən heç kimə demirəm. Siz niyə əfsanə xanım? O nə bilsinlər? Nənəm belə öyrədilər. Baxmayıbsa bugün artıq Nənəm məni belə öyrədib. Qohumlar, əqrablar çox kimi bir-birinə məlumat ötürəcəklər. Nə olur olsun, haqqı danışqına. Mən haqqı danışan bir insanam. Məsələn, ondakı iş günüdür. Cəmaət hər yerdə. Yox, əgər dünən baxmayıblarsa, bugün baxacaqlar. Əslində həqiqət var da, Əsra xanım çox düzgün. Xəbər edin ki, baxın səsimə səs verin. SMS yaz ki, mən gedirəm, bu problemi qaldıracaq. Mənim öz doğma bacım mənə dedi ki, mən zəng eləmirəm. Niyə eləmirəm? Deməsinlər ki, sən qurmadır. Mən istəyirəm ki, bütün məni tanıyanlar mənə səs qoşulsunlar. Qoşulsunlar ki, bu həqiqət üzə çıxsın. Mən öz haqqımı tələb edirəm. Sənə bir söz deyim bacım. Buyurun. Heç kim özünü sənə görə pis eləməyəcək. Eləməcə dedi ki, burada bir ölməyəcək heç kəs. Aydıxan mənim ölməyəcək. Ölməyəcək Aydıxan Bu adamlar ki, bunun iddiasına görə 4 mənzili satıblarsa, 100 sotdan torpağı, 100 sotdan Matarsa gelib sənədləri dəyişə biliblərsə, 100 sot torpağı həzm edə biliblərsə, niyə də qorxmasın? Məncə mən vicdanım olsa mən çıxaram. Mən heç də qorxmaram. Ölmə belə gedərəm. Bir çox insanların özü indiki dövrdə vicdanı sandığın içindədir. Sandıqda da yox. Öz ürəyində deyirlər. Sandıqda qoyurlar. Elşad Məmmədov, xanımın iddiasına görə ona aid olan sənədlər sizdədir. Siz Həqiqət var, səsi var məndə. Səsi var. Səsi də var. Sizin səsinizdə var, xanımda onun söylədiyini deyirəm. Siz söyləmişsiniz vəkilsiz, amma biz belə deyək də, siz hüquq müdafiəçisi olmuşsunuz. Siz hüquq müdafiəçisi olmuşsunuz. Xanımın söylediği fikirlərə görə, onun iddiasına görə, ona aid olan sənədlər sizdədir, sizə verim xanım. Xahiş edirik sizdən, o sənədləri bizə gətirin, Dünya televiziyasına gətirin. Xanıma təhvil verin, çox maraqlıdır. Siz vəkil idinizsə, dokumenti niyə vermədiniz mənə? Hansı işləri gördünüz? Bu bir. İkinci, xanım iddia edir ki, sizə 7.000 pul verib. 7.000 manat pul verib. Bəli. Nəyə görə 7.000 verilib? İndi deyəcəksiniz ki, siz o xanım mənə pulu verməyib. Sənədi göstərsin deyəcək. Burada amma xanım deyir ki, hava işdən söz getmir, bəli. Mən bilirsiniz, son dönəmlərdə bir dəqiqə bir məqama toxunum. İnanırsınız ki, bu sosial proqram olandan kim ki, kimə ki pul verir ha, onu sənədləşdirmir, eləmir, sonra da gəlir həmin adamlar sifətlərinə durur, deyir ki, sənin mənə bir köpü pul verməmsən. Hamısı deyir ki, verməmsən. Ona görə də pul verərkən, pul alarkən, ay qardaşdır, ay bacıdır, ay xaloğludur, ay kimdir? Sənədləşdirin. Sənədlə pul verin. Vəkilə verirsiniz, sənədləşdirin. Rəsmləşdirin. Hara verir, kimi borc verirsiniz, sənədləşdirin. İndi bir məsələ var ki, ancaq sənədləşdirin. Könül xanım, o deyə bilməz mənə pul verməyib. Ay sağ ol, bilsin niyə Əfsanə xanım üzr istəyirəm. Orada kim kimə hava iş görür ki, yox, üzr istəyirəm Əfsanə xanım, bilsin niyə deyə bilməz mənə pul verməyib. O mənə dəfələrlə yanıma düşüb Gəncə şəhərinə gedib, Göygölə gedib, mənim bütün orada görənlər şahiddə hansılar. Görənləri qoy o tərəfə. Necə görənləri bel Siz ona bağlamaq. polisə şikayət eləmişsiniz onun barəsində. Valla bir dəfə 961-ə zəng elədim qaynar xətdə. Yazılı şəkildə Orada da çıxdı arada, necə çıxdı bilmirəm, pul verir. Yazılı şəkildə ad familiyasını
Təcili halda müraciət edin, xanımla, hüquq bax, mühafizə orqanlarına Ceyhun tədbir bəy, görünsün. görün onu deyəsiydim, sözünüzə qüvvət. Həmən o deyir, bəy harda yaşayır, hansı Bəli, ərazidə bəli. yaşayır. Bəlkə Mən sizdən xanımla çox gediyor bərabər, da, baxın, burada qalır. görün nə deyirəm. Bəli. Polis bölməsinə həmən yaşayış ünvanında olan adamla bağlı müraciət eləyirik sizlə Bəli, bərabər. eləyə problem deyil. Və səs yazısı da var Bəli. və kim kimə hansı ildə notariusla etibarnamə veribsə, illərinə qədər çıxır. Qalır, bəli, çıxır. Verib və gəlib cavab verəcək ilk öncə sənədlərimi vermir. Bəli, vermir. Etibar eləmişəm, deməli Vermişəm. sənədlərim Soruşuram ki, mənim səndədir. dokumentlərimi verdi. Ay, Elşad qadanam. Heç olmasa dokumentlərimi ver, görüm orada bir nə yazılıbdı. Niyə vermədin? Sənin nə maddi marağın vardı? Deyir, Naidə xanım, gördüm ki, da Nizamiyə bağışlama. Dedim, hardan bildin sən Nizamiyə bağışlama verib? Sonra qaydım mənə deyir ki, biz siz Naidə xanım, məni Elmira xanım ora çağırıb. Deyirəm, hara? Deyir ki, Göygölə. Deyirəm, siz Elmira xanımı hardan tanıyırsınız? Elmira kimdir? Hakim. Deyirəm ki, məhkəmə elə olmuyor, baxın, sən oradan tanıyırsan. Deyir ki, Görürsünüz sənə ki, işin nəsə var. adından istifadə Deyir ki, edir. sənə Nə qərar deyir, verdi? mənə işim var. Deyirəm ki, necə yəni, Elmira xanım heç mən tanımıram, Göygöl olurlar, sən gidib Göygöldə Elmiranı tanıyırsan. Gedə bilərdim. Bir saatdan sonra mənə anam zəng eləyir ki, o dünən gətirdiyin, o vəkil dediyin oğlan var ya, anam deyir. O indi de Nizami ilə şeydən çıxdı, məhkəmədən çıxdı. Deyirəm, harda mama? Deyir ki, qadanam, taksi tutmuşdum, Əmin adında market var orada. Oraya gəlmişdim. Orada məhkəmədən üzbəyüzdür. Deyir, gördüm ki, orada deyir, Nizami ilə həmən oğlan Təsadüfən oradan düşdülər. Təsadüfən gördü. Gəl. Arvada dedim ki, nə qədər dedim ki, mama, ola bilər qocasan, dedi ki, valla, həmən dəqiqə zəng elədim Elşad müəllimə. Elşad müəllimə, eşitsə desin ki, yalan deyirəm. Dedim, Elşad müəllim, siz Göygöldə nə gəzirdiniz? Elşadın neçə yaşı var? Hardasa 42-43 yaşı olar. Ayıbdır. Dedim ki, Elşad müəllim, orada nə gəzirdiniz? Dedi ki, hə, Naidə xanım, yadımdan çıxdı demək. Elmira xanım mənim Yaxşı, tanıdığım məhkəmənin söhbətimiz sonu var nə idi. oldu? Aşağı- Elşad Məhkəmənin yaşlı sonu nə oldu? şəhər 9-cu mikrorayon 71-ci dom, belə Bəli. deyilir də. 71-ci dom, 5-ci mərtəbə. 5-ci mərtəbə, Liftdən qalxan kimi 9-cu elə solda. mikrorayon, 9-cu mikrorayon. Gedib verib də və Getmişəm, danışırlar. qurban sənə. 3 dəfə getmişəm qapısına, Bir bir dəqiqə. dəfə də atası açıb, 2 dəfə də yoldaşı açıb. Polis. 9-cu mikrorayon, Gəlib şikayət yazar. 71-ci Polis. dom, 5-ci mərtəbə, Elşad Məmmədov, sizə müraciət edirik. Sizi Dünya televiziyasında gözləyirik. Biz xanımın iddiası ilə biz sizi Dünya televiziyasına dəvət edirik. Haqlısınız, çox gözəl, siz eşidək. Sizin həqiqətlərinizə eşidək. Sonra deməyin ki, mənə qarşı çıxış elədiniz. Biz sizi eşitmək istəyirik. Sizi eşitmək istəyir, sizin həqiqətlərinizi. Yəqin ki, bu 71-ci domda yaşayanlar bizi izləyirlər. Yəqin ki, Elşad Məmmədovu da tanıyırlar. Əgər Elşad baxmayıbsa hal-hazırda, zəhmət olmasa sizdən acizanə xahiş edirik, onun qapısını döyün. Deyin ki, Dünya televiziyasında adın çəkilir, səni gözləyirlər. Qoy gəlsin, qoy onun da həqiqətini eşitək. Bəlkə xanımın dedikləri Yalandı. başdan ayağa yalandır. Yalandı. Bu Qoy qədər insan həqiqəti yalan sizdən danışar. eşidək. Nizami sizdən eşidək. Bəli. Biz sizi gözləyirik. Xanım Mən sizə hazır. qarşı çıxış Mən eləyir. hazır. Gəlin, danışın. Xanım sizə qarşı çıxış eləyir. Bizim qapılarımız hər birinizə açıqdır. Sizin həqiqətlərinizi eşidək. Biz sizə qarşı deyilik. Nizami, Elşad, biz sizə qarşı deyilik. Biz xanıma, hələ ki xanımı dinləyirik. Amma qarşı tərəfi dinləməmişik. Əgər düzsüzsə, gəlin danışaq. Mən iki məsələyə toxunmaq istəyirəm. Bu məsələ başqaları üçün də nümunə olsun. Birincisi, sizin rəsmi sənədləriniz varsa, o sənədləri kiməsə etibar edəndə, verəndə, dövlət qurumlarına belə verəndə Surətlərin verin. mütləq notariusda təsdiqlənmiş surətlərini Bəli, bəli. Mütləq Notariusda əslini təsdiq- özünüzdə saxlayın. Bax ki, belə bu xanımın Etibar başına yoxdur gələn heç sizin kimə. başınıza gəlməz. Yox, ümumiyyətlə qəbul edir də dövlət qurumları. bəli. Notariusda təsdiqlənmiş, çünki dövlət onu artıq Çünki mən qanunları bilmirdim axı o Qulaq asın, dərəcədə. xanım, siz kifayət qədər qanunları bilirsiniz. İkinci məsələ nə idi? Bu xanımın da başına gəlir və hər birimizin də başına gəlir. Bəzən biz üzüzlüğün dancı qaçırıq və şirin dilə aldanırıq. Dediyiniz kimi də o bir Orası təmsilçi gəlib yalandan oxuyub buna ki, hə eləyəcəm, bunu eləyəcəm, 7000-i alıb iddialara görə. Amma rəsmi nə gedib onu təsdiqlətdirmişik, pulu da verəndə soruşmamış ki, sən Soruşmuşam. xidmət göstərirsənsə, bir dəqiqədə mənə bir talon ver, bir çek ver, bir şey ver ki, bilim ki, Bəli. sən xidmət göstərəcəksən. Bu nə üçün önəmlidir? Ən azı ona görə ki, 7000 az pul deyil. Az pul deyil. 7000-in 700. ƏDV-sini, Aydınxan müəllim. 7000-in ƏDV-sini, vergisini hesablasa, o büdcəyə gedərsə, pensiyaçıların büdcəsinin üstünə gəlir, düzdürmü? Və dövlətin digər xərcləri var, hərbi və s. Bu xərclərə gedə bilər. Bax, bizim, mənə xeyirli olsun düşüncəsi, o, belə deyək də, milli düşüncənin bir hissəsidir də, bunu biz ictimai qınaq edirik. Bax, bir xanım, elə mən də, siz də, ucuz olsun, tezbaza bu filan kəs bunu düzəldəcək. Mən niyə gedim evi satanda vergi verməliyəm? Onun üçün də tez
Yaxşı ki, dövlət bununla bağlı bir çox məsələləri artıq son qoydu. Bundan sonra bunu eləyə bilməyəcəklər. Amma sizə qədər eləyənlər və bəzən də aldananlar eləyir. İndi də baxırsınız, vəkilə gəlir, vəkilə deyir ki, mənim 1 milyonluq hər hansı bir, deyək ki, malikanam var, ya villam var, bunu satıram, ya problemim çıxıb ortaya. Vəkilə 1000 manat verib və bunu da dövlət büdcəsinə tələb etmir ki, vergisini verirsən ya yox, yəni çek istəmir də. Amma 1 milyonluq problemini həll eləmək istəyir Ceyhun bəy. Bu necə olur? Bu 1 Elşad milyonluq müəllim problemini həll danışanda edirsən. üzr istəyirəm. Mən dəfələrlə dünənki efirdə də dedim 9-cu mikrorayon, Sumqayıt şəhər 9-cu mikrorayon 71-ci dom. Evdə yəni. Ev. Bəli. Bir məqama toxunmaq istərdim. Sumqayıtda hər yerdə dom deyə istifadə olunur bu söz. Keçmişdə Dom. olurdu, indi amma Əvvəldən evdir, belə hə. olub. Mən də o Sumqayıt necə deyim, dilindən. onların Xalq dilində dili ilə olan dil. deyirəm. Yəni 9-cu mikrorayon, ev 71, Bəli. 5-ci mərtəbə. Bəli. Yəni dom dedikdə istəyirəm, nəzərdə ev tutulur, bina nəzərdə nəzərdə tutulur. tutulur, bina. Bina, bəli. Bina nəzərdə tutulur. Ona yəni deyirəm Sumqayıtlıların dili ilə mən bunu dedim ki, bizə baxanlar, Sumqayıtdan düşsün. olanlar xüsusilə çünki o adam Sumqayıtda yaşayır axı. Bəli. Söhbət hansı evdən, hansı mənzildən, hansı ünvandan gedir bilinsin. 9-cu mikrorayon, ev 71, 5-ci mərtəbə və Elşad Məmmədov sizi axtarırıq. Sizi gözləyirik. Amma xanım sizi deyirdi eşidirik. ki, Elşad bəy bir neçə dəfə xaricə gedib yaşamağa. Bəli, bəli. Xaricə gedənlərə kağız düzəldir. Mən elə gəlir o nazirlikdə Adı var. mədəni Yox, maklerdir yox, də, o- yəqin ki. ya nazirlikdə işləyir, ya özünü nazirlikdə yəqin belə adamı də- var. Ya, o mümkün Vallahi deyil. bilmirəm, mümkün ancaq deyil, bunu o bilirəm. mümkün deyil. Bu necə olur ki? Yox, mənə maraqlıdır ki, Elşad müəllim mənim Bəlkə işimi başqa düzəltmədən sonra olarsa- mənim dokumentimi niyə götürmür? indi Niyə mənim dokumentimi vermir? Deyir Başqa ki, şikayətçilər də üzə Elşad, çıxacaq. Nizamiyə. xanımın sənədləri sizdədir, o Nə sənədləri? söylüyor. o ki, nə qədər ki, bu sənədlər? qədər işlər getmədi, ya məhkəmə olmadı, Elə məhkəmənin o qətnaməsinə eləyib kimi də. götürüb hamısını. O məhkəmədən gəlib çıxarda bilər də. Məhkəmə harda olur? Mən məhkəməyə götürüb vermədilər, dedilər ki, götürmüsünüz da, qol çəkib götürmüsən. Düz deyir, mən gedib qol çəkib götürmüşəm. Niyə axı onun mən belə. kopyasını çıxarda bilməz Əfsanə xanım? Niyə öyle mi? Kitabxana. Dəftərxanada Sürətini hər şey çıxarda olur. Məhkəmənin qərarı nə oldu? Məhkəmənin qərarı oldu ki, Elmira xanım öz gözümlə məhkəmədə olmuşam. Eləcə oturub baxırdı ancaq. Axırda mən orada elə məhkəmədə qışqırdım ki, "Niyə danışmırsan Elşad?" Deyir ki, "Nə danışaq? Mən orada demişəm axı sənə ki, burada heç kimi tanımıram. Gəncədə apres məhkəməsində udacağıq." Bayıra çıxanda mənim dayım dedi ki, yaşlı dayım dedi ki, Elə onun əlindən olub. Bəli, elə onun Sənədlər əlindən olub. bunda. Dedi ki, Bəli. dayım Etibarnamə də onda Bəli. verdi. Məhkəmədə burada bir şey yoxdur, Elşad. Yox, hakim neyləsin? Dayım Hakim dayım əlindəki ona dedi sənədə ki, sən əsasən. necə vəkilsən Etibarnamədən ki, istifadə sözünü edir. demirsən, sonra bir tələb eləmirsən ki, Nizami əlindəki bir göstərt görək nədir? Heç göstərmirsən, elə o da dəli kimi fırlayır. Qayıtdı ki, dayım mən burada heç kimi tanımıram. Dedim ki, onda Tanımıram nədir? Bəs siz niyə o vaxt o kəsmədiniz? dedim də, dedim Elmira xanım, indi Elmira xanım mənə müraciət elədi ki, bəlkə qadınsınız da, qorxursunuz getməyə. Mən sizə polis verim, gedin oturun Topalasanın kəndindəki evinizdə. Sən onun yerdə. qızısan. Bir də ki, dedi notariusu mən çağırıram, gəlmir Amma notarius. yaxşı nə deyirsin? Hakim dedi Heç bunu. nə, hakimlik heç nə yoxdur, Dedi məhkəməlik ki, heç nə gəlmir yoxdur. notarius. Burada Nəyə görə verdiyi gəlmir? etibar Mən dedim elədi, ki, necə insandan gəlmir? notariusdur. Bəli. Bunu birbaşa. eləyən mən %100 bilirəm ki, burada Xanım özü yıxılan ağlamaz. bəli Elşadın əli var. Amma siz özünüz yıxılmısınız, indi ağlayırsınız. Başa düşürsünüzmü? İndi özü Sizə yıxılıb xatırladım ağlayır, ki, deyənə bu Nayda yaş xanım, ümumi- onadı, elə boş buraxmayacaq ki Ümumiyyətlə onu. də kimə də etibarnamə Ola bilər ki, verəndə Elşad başqasının diqqətli da belə olmaq şey- lazımdır Bəs ki, nə, onu bizə deyirəm məxsus də. olan əmlakların alqı-satqısını da eləmək ixtiyarları var. Bəli. Çünki o Barnamə özü bəli. dillə dedi ki, mənim Gəncədə tanışlarım çoxdur. Siz Ora tanış Yox, ehtiyac baxın yoxdur. Ceyhun bəy əla bir məsələ. Etibarnamə Ümumiyyətlə, vermisiniz də. Sizə məxsus olan başqa əmlaklar da həmin şəxs və digər şəxslər Əgər siz ona etibarnamə Bəli vermişəm, bəli. Neçə illik vermisiniz? Al- Valla Satqıyla 1 bağlı. illik. Hə, bir Onu il. ləğv Satqıyla eləyib. bağlı. Ləğv eləyib Yox, etibarnamə. Alqı-satqı yox. Mən yəni etibar Bir edirəm illik ki, bu mənim getdi vəkilim də. olsun. Nə qədər Özdə müddət? notarius da. 2017-də olub o etibarnamə. Bəli, bəli. 13-cü mikrorayondakı 13 nömrəli notarius olubdu. Orada getdim, etibarnamə verdim. Dövlətin də rüsumunu ödədim. Elə vermisiniz, çəkilmisiniz, o da gedib hədiyyə eləyib. Həmin etibarnamənin kopyası sizdə var. Dəhşətdir. Çox Kopyası yox, güman. oradan orada Yox, xanım, qalır. amma Bəli. mən deyim də necə tapmaq olur. Deməli, o elektron E-notariusa giririk və- notariusu yükləyirik, adınız, familiyası, qeydiyyatdan keçsiz. İndiyə qədər o sistem məndə də var. Kimlərə hansı ildə, hansı Verilibsə formada qalır. notarius etibar etmisinizsə, qaydaları çıxır Bir də üzr birbaşa. istəyirəm, bunların hamısı Əslində həqiqətdir. köynə şeylər çıxmır. Çıxır, Lazım məndə mənə- çıxıbdır. Məndə çıxır. Ondan Əsas ki, bildim. yoxa çıxdı ha. Sonra mən Mən onu gördüm neçə ki, il bundan pulumu qabaq vermirsən etdiyim belə o bəlkə. Pulumu sistemdə ver, var. dokumentləri ver. Dedi 20 ki, il əvvəlki Nayda xanım, var. nə etmək istəyirsən ki? Dedim, necə? Yəni mən bir baxımda olsun ki, kağıza baxım ağlayım da, bu qədər var dövlətim gedib. Dedi ki, kağızları itirmişəm. Dedim, necə itirmisən ki? Kağız niyə itir ki? Deyir, evimi remont 10 edəndə illik apardım belə söhbət bağda orada itdi. çıxdı. Sonra Ondan qayıtdım ki, əvvəlki mənə qayıtdı ki, gəl 2017-ci
Fərqlidir də. Gəl bilsən neyniyək? O başqa evləri var, mənə dedi. Bu çıxacaq. Dedim ki, əlbəttə var. Dəhşət. Qayıtdı ki, gətir vəsətəmən deyir, sən kim deyir ki, qüvvədən düşür. Vəsətəmən sənin qüvvədədir, mənə dedi İrşad. Təbii Dedim ki, qüvvədə. Dedim, qüvvədədirsə, bəs onda niyə mən eşeyə elə bilmirəm, niyə uda bilmirsən? Qayıtdı, dedim ki, niyə vermədin operasiya məhkəməsinə? Qayıtdı ki, Naidə xanım, biz siz niyə vermədim? Ülkər Nizamiyə bağışlama verib. Dedim, bəs demirsiniz ki, bağışlama verib bir dənə evi verib də. Və yerdə qalan evlər ki, mənimdir. Ev sizin, gəlin reklama O üzr istəyirəm. danışarıq, reklamlar. Demək canlı efirimizin nömrəsi 018 65 8 11 00 və digər qaynar xəttimiz 055 294 45 41. Təkrar edirəm 055 294 45 41 018 65 8 11 00. Aydınxan Nəbilov, Ceyhun Süleymanov və bizim dəyərlimiz Əfsanə xanım Nəbiyeva. Eyni zamanda qonağımız Nahidə Daşdəmirova. Nahidə xanımın problemi müzakirə olunur. Artıq bizə ayrılan efir vaxtı da sona çatdı. Amma sonda bu fikirləri söyləyəcəyik. Dünya televiziyasının qapıları qarşı tərəfə də açıqdır. Biz Nahidə xanımı dinlədik, sizi də dinləyək. Siz də haqq səsinizi qaldırın. Görək sizin haqqınıza nə düşür? Həqiqətləriniz nədən ibarətdir? Həqiqətləriniz nədən ibarətdir? Xanım boğula-boğula öz haqq səsini qaldırır, qışqırır, danışır ki, qoy mənim səsimə səs versinlər, mən danışdım, siz də danışın, adlarınızı çəkir. O bayaq tarix, Bəli, tarix, qalib, hünər, səs verin də, niyə verirsiniz səsinizi? tarix, qalib, hünər, onlar da Həsənovdurlar. Bəli, hamısı Həsənovdur. Həsənovlar, xanım sizin səsinizi eşitmək istəyir. Yeri gəlmişkən biz də eşitmək istərdik. Həqiqətləri öyrənmək istəyirik. Bu xanımın işi onsuz da məhkəmə predmetidir. Yəqin ki, bizim bu efirlərimizdən sonra bu məhkəməyə veriləcək bu iş. Amma çox istərdik ki, məhkəməsiz hər şey həll olunsun. Gəlin, heç birimiz kiminsə haqqına girməyək. Düzdür? Bəli. Vəssalam. Sabah, eyni vaxtda, eyni məkanda sizinlə görüşəcəyik. Sabah nələr baş verəcək, onu sabah sizə deyəcəyik. Yeri gəlmişkən zənglər də var idi. Kimlər zəng elədi? Bu barədə sabah danışacağıq. İzləyin.